belə olur. Hər kəsin ən çox verdiyi suallardan biri nədir? Mənim yırtığım partlayıb. Partlamış yırtıq həqiqətdə nədir? Ona birlikdə diqqət edək. Deməli, hər kəs elə düşünür ki, yırtıq patlayanda eyni belə olur. Təbii ki, heç də bu şəkildə olmur. İnsanlar elə düşünür ki, bir vulkan mı partladı, bir şar mı partladı? İnsanlar bu dərəcədə qorxurlar. Gördüyümüz kimi beldə fəqrələrimiz var və diskimiz var. Bunun ətrafında fibroz əlqə var. Fibroz əlqənin yırtılması nəticəsində içəridəki pulpoz nüvə sürüşərəkdən, qoparaqdan kanala doğru düşə bilir. Buna el arasında bəzən partlamış qırıca da deyirlər. Bəzən də xəstə elə həyəcanla gəlir ki, sanki bir disk yırtığı yox, bir bomba partlamış. Bu qədər insanların üzündə qorxu ifadəsindən gəlir.